Dəyərli izləyicilər, aprel ayının 13-ü bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, seysmoloqlar xəbərdarlıq eləyir, Azərbaycanda güclü təkanlar ola bilər. Diqqətinizə çatdırım, bu xəbər aprelin 8-i Xəzər dənizində 5,3 magnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, bloklara tərpədib. Ona görə də afterşoklar davam eləyəcək. Globalnet.com xəbər verir ki, bunu APAY açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, həmin zəlzələdə 500-dən çox təkan qeydə alınıb. Bu say heç də az deyil. Güclü enerji boşalması gedib. Ona görə də bu proses hələ davam eləyəcək. Əhali qorxmasın, bu xırda təkanlarda içərisində lap güclüsü, magnitudası 5-dən çox olan zəlzələ ola bilməz. 3-dən yuxarı ola bilər. Ona görə də əhali tərəfindən hiss oluna bilər, ancaq qorxulu heç nə yoxdur. Orada seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam eləyəcək. Qurban Yetirmişli zəlzələnin baş vermə səbəbinə də aydınlıq gətirilib. Yerin daxilində hərəkətdə olan tektonik piltələr var. Bu piltələr daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmaları piltələri parçalayaraq aralayır. Bunların həm horizontal, həm də vertikal hərəkətləri var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ ocağı deyirik. Parametrləri müəyyən edirik ki, orada enerji ayrılması gedir. Digər tərəfdən də layların genişlənməsi baş verir. O parçalanma nəticəsində laylar dəstəsi düşür, dalğa formasında bütün mühitə yayılır. Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gətirir. Nəticədə afterşoklar hesabına enerji boşalması gedir deyə Qurban Yetirmişli qeyd edib.